Azərbaycan ordusuna cəsur və qorxmaz hərbiçi yetişdirən ocaq. Heydər Əliyev adına hərbi institut. Burada kursantlar hərbinin sirlərini dərindən öyrənirlər. Elektron atış sinifində avtomat və tapançadan hərəkət etməyən hədəflərə atış qaydaları öyrədilir. Və ya mühəndis maneələri sinifində kursantlara tank və piyadə əleyhinə minalardan istifadə qaydaları öyrədilir. Kursantlar təkcə nəzəri biliklərə deyil, praktiki bacarıqlara da yiyələnirlər. Həmçinin xarici ölkələrdə keçirilən təlimlərə qatılırlar. Bir neçə müddət ərzində gəmilərlə praktiki səyahətlərə çıxırıq. Hətta bu ilin başlanğıcında Türkiyə Cümhuriyyətinə praktikaya getmişdik. Oradan da digər ölkələr, Barselona, İtaliya və sair kimi ölkələrə getmişdik. Əsas məqsədim Xəzər dənizinin Azərbaycana aid olan hissəsini mühafizə və müdafiə etmək və vətənə layiqli xidmət etməkdir. Müəllimlərimiz və komandirlərimiz tərəfindən göstərilən dəstək bizə gələcəkdə uğurlu hərbi kadrlar olmağımız üçün vacibdir. Bu institutda təhsil alarkən biz yalnız hərbi bilikləri deyil, həmçinin öz liderlik və komandirlik bacarıqlarımızı da inkişaf etdiririk. Hərbi hava qüvvələr sahəsində təhsil almaq üçün müasir tətbiqi bilikləri bilmək, həmçinin hərbi təyyarələrin idarə edilməsini öyrənirik. Burada Azərbaycan vətəndaşları ilə yanaşı Türkiyə, Tacikistan, Qırğızstandan da olan kursantlar da var. Azərbaycan sistemi bizim sistemdən çox fərqlənir. Burada daha çox NATO sistemindən dərslər keçirilir. Onlar da həm daha müasir, həm daha dəqiqdir. Ona görə buranı da seçmişəm. Elə bu səbəbdən də Qırğızstan vətəndaşı olan Emir Esanaliyev başqa ölkədə yaşamağın çətinliyini gözə alıb, qısa müddət ərzində Azərbaycan dilində səlis danışmağı öyrənib. Bura gələndə birincidən fikirləşmişəm ki, çətinlik çəkəcəm, amma heç bir elə bir olmadı. Çünki burada müəllimlərlə dediyim kimi çox yaxşı dərslər keçirirlər, ona görə hər şeyi başa düşmüşəm və qiymətlərim, nəticələrim eyni səviyyədə əla olmuşdu. Ona görə də kurs birincisi olmuşam. Həmçinin kursantlar asudə vaxtlarını səmərəli keçirməkdən ötürü dərsdən kənar fiziki hazırlıq məşğələləri də yazıla bilərlər. ...2025-ci ildən bu və bu kimi xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul prosesi daha da əlçatan olub. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə 2025-2026 tədris illərində qəbul prosesi ilk dəfə olaraq elektron formada həyata keçirilir. Qəbul may ayının 31-nə qədər davam edəcək. Qəbul olmaq istəyən namizəd Milli Müdafiə Universitetinin rəsmi internet saytı üzərindən, emu.edu.az saytı üzərindən müraciət edərək portala sənədlərini daxil edə bilər. Milli Müdafiə Universitetinin Heydər Əliyev adına hərbi institutunda yaradılan şərait, keçirilən nəzəri biliklər və praktiki məşğələlər ordumuza verilən önəmin və diqqətin göstəricisidir. Kursantların burada yiyələndiyi bilik və bacarıqlar Azərbaycan Silahlı Qüvvələrinin güclənməsində daha da mühüm rol oynayacaq.